Orada hələ də reanimasiyada olanlarımız var. Çənəsi qırılan, üzü dağıdılan. Onların reanimasiyada olanları var. Səhhətləri ağır stabil olaraq qalır. Hər halda yanlarına insan buraxılmır. Hətta mənim bildiyimə görə vəkil də onların yanına hələ buraxılmır. Başlarının üstündə silahlı, mənə dəqiq verilən məlumata görə içəridən soruşulub ki, onların həyatına təhlükə yoxdurmu? Deyiblər ki, yox, onlar silahlı nəzarət altındadırlar. Sanki bu yaxşı bir şeymiş kimi bunu bildirirlər. Heç olmasa həyatda qalmaqlarını istəyirəm. Çünki dövlətimiz ki, bu məsələni belə ciddi şəkildə araşdırılmasına qərar verib və qətiyyətli mövqe ortaya qoyub. Mən inanıram ki, bu mərhələdən sonra heç olmasa onların həyatına qəsd olunmayacaq. Sabah cənazələrin gətirilməsi gözlənilir iyun ayının 30-u üçün. Mən əsas istəyimdən biri budur və məsləhətləşmişəm yerli mütəxəssislərlə ki, həm tibbi, həm də ekspertiza mütəxəssisləri ki, oranın verdiyi ekspert rəyinə qətiyyən etibar eləmək olmaz. Çünki uydurma bir ehtimal atırlar ki, sanki polisi görən kimi mənim qardaşımın ürəyi dayanıb. O kifayət qədər mənəvi, psixoloji baxımdan hazırlıqlı bir insandır və qanun adamıdır. Hamı da bilir ki, Hüseyin də, Ziyəddin də polisdən xüsusi bir qorxacağa səbəbi yoxdur ki, onun ürəyi tutsun. Və mən belə bir eybəcər ehtimalı dərhal onunla çürütmək mümkündür ki, yaxşı, həyəcandan ürəyi dayanan insan varsa, bəs bu böyrəyinə zərbə indirilən, sinəsi parçalanan, şənəsi qırılan, qabırğaları qırılan insanlar nədən oldu? Bunlara nə dəydi? Özlərinə mi xəsarət yetirdilər? Buna varacaq qədər absurd ehtimallar irəli sürür Rusiya tərəfi, pərdələməyə çalışır cinayətin. Rusiyanın qanlı qatil polis rejiminin iyunun 27-sindən bəri Azərbaycanlılara, soydaşlarımıza qarşı növbəti təzyiq, həbs və işgəncə dalğasının indi fərqli bir mərhələsindəyik. Təəssüflər olsun ki, onlar üzərində qondarma, soydaşlarımız üzərində və mənim doğmalarım üzərində qondarma bir məhkəmə prosesi keçirilir və bu məhkəmə prosesinin keçirilmə qaydası da Rusiyanın dırnaqarası hüquq mühafizə məhkəmə sisteminin nə qədər idbar, rüsvayçı bir sifətə malik olduğunu göstərir. Çünki belə bir səs-küylü məhkəmə prosesi jurnalistlərə, ictimaiyyət nümayəndələrinə qapalı halda keçirilir. Bu da ondan xəbər verir ki, Rusiya rejimin törətdiyi növbəti cinayətinin üstünü pərdələmək istəyir, qapatmaq istəyir. Bu, elədiyi bu azğın hərəkətə heç bir şəkildə bəraət qazandıra bilməyəcəyini görən rejim informasiya axınını boğmağa çalışır. Bu sabahdan etibarən məhkəmə prosesi keçirilib, Səfərov Məzahir Mehbaloğlu üzərində döyülən, ailəsi ilə, yoldaşı və oğlanları ilə hədələnən, onların sağlamlığı ilə, həyatda qalması ilə hədələnən, Ukrayna cəbhəsinə göndərəcəkləri ilə qorxudulan və nəhayət ağır işgəncələr altında dözməyib, ona qarşı irəli sürülən ittihama qol çəkmiş bizim soydaşımıza həbs qəti imkan tədbiri seçilməsinə qərar verilib. Sözsüz ki, gözlənilən idi. Təbii ki, hansısa bir cinayət işinin araşdırılmasında bu addımlar atıla bilər, amma belə ağır itkilər, işgəncələr hesabına olmamalıydı. Artıq iki soydaşımızı, mənim qardaşlarımı, Ziyəddin və Hüseyni qətlə yetirmiş Rusiya rejimi bu dalğada da yəqin ki, sözsüz ki, qanunsuzluqlara əl atacaq. Amma şükürlər olsun ki, bizim dövlətimiz, diplomatik nümayəndəliyimiz və diaspor rəhbərliyi oradadır və onlar məhkəmə gedişini nəzarətə altına ala biliblər.